Salamlayıram hər birinizi. Bugün sizə diaqram tipli test tapşırıqlarını necə həll etmək lazımdır, asan üsulla onu nümunə üzərindən izah etməyə çalışacağam. Testdə bizdən nə tələb olunur? Diaqramda Çar Rusiyasının apardığı müharibələrin nəticələrinə görə düzgün variantı müəyyən edin. Qalxma və enmə xəttlərinə görə. Əvvəla biz bilməliyik bu müharibələrin hansında Rusiya qalib gəlib, hansında məğlub olub. Gəlin qarşısından da işarə eləyək ki, asan olsun testi həll etmək. Şimal müharibəsi 1700-1721-ci illərdə baş verib və Rusiya bu müharibədə qalib gəlmişdi. Yuxarı xəttlə işarə edəcəm mən bunu. Qırım müharibəsi 1853-56-cı illərdə baş verib və bu müharibədə Rusiya məğlub olmuşdu. Aşağı xətt 1877-1878-ci illər Rus-Türk müharibəsi. Bu müharibədə də Rusiya qalib gəlmişdi Osmanlıya. Rus-Yapon müharibəsi 1904-1905-ci illər. Bu müharibədə isə Rusiya məğlub olmuşdu. Deməli, qalxır, enir, qalxır və enir. Ardıcıllığımız belə olmalıdır. A variantında görürsünüz, başlayan kimi enir. Deməli, A variantı yanlışdır. Bizdə Şimal müharibəsi qalib gəlib və qalxan xəttlə başlamalı idi. B variantında yenə eyni vəziyyət, enir, deməli B də yanlışdır. C variantında da yenə eyni vəziyyət, C də yanlışdır. D variantında baxırıq, qalxır, enir, qalxır və enir. Deməli bizim elə düzgün cavabımız D variantıdır. E variantında yenə nəzərdən keçirək, qalxır, qalxır, enir və qalxır. Bu da yenə yanlışdır, çünki bizdə bir qalxıb, bir enən xətt olmalı idi. Belə, düzgün cavabımız D variantı.